kanalıma videoma xoş gəlmisiniz. Mən İlker, kanalıma videoma xoş gəlmisiniz. Bugün sizlə bir yerdə Nəsə olub videoda düşməyib, yəni səsimiz düşməyib, sadəcə videonun arxası şəkli olaraq düşüb deyə mən videonun baş hissəsini kopyalayıb, yəni sadəcə eyni hissəsini eləyib və səs yazmam olmaq məcburiyyətindəyəm. Ki həm də biraz video uzun olsun deyə, çünki yəni eləməsəydim video bayağı bir qısa olacaq idi. Orada deyirdik ki, yəni mən deyirdim ki, bugün hazırlığın ilk günüdür. Bugün 12 avqust hazırlığın ilk günü, İngilis dili hazırlığımızın ilk günüydü. 9-cu siniflər çox həyecanlıydıq, çox qorxurduq ki, dərs olar falan. Yəni birdən müəllimə verdiyi sözlər falan yaxşı cavab verəmərik, nəsə olar. Amma halbuki elə olmadı. Müəllimə hamımızdan, bizdən də çox razı qaldım. Yəni bunu nə deyirəm? Əslində video axırına eləməliydim, amma nəysə. Sonra Dəniz deyirdi ki, kombinimlə mən əsla düşünməzdim ki, kombinin üstünə sumka taxacam. Sonra nə oldu? Yəni belə olmuşdu. Sonra Mədinəni göstərdim. Mədinədən soruşdum, sən Mədinə necə pis. Yəni belə, amma qaydanda yəni modumuz bayağı yerində idi. Dostlar, mən biz hazırdan çıxdıq. Şu anda Mədinənin evi yolu salırıq və sağ ol demədim və çox qəşəng keçdim. Pardon. Çox qəşəng keçdi hazırlıq. İnşallah imtahan da belə keçər. Deməli dostlar, telefonumuz da qırılıb. Tabuş 3-4 gün qabaq təzə üz çəkdirmişdim. Yəni kaderin də böylesi. Nəysə. Parkdan gedirik, evə gedəcəyik indi. Çox həyecanlıyıq. Kim var? Yəni belə kamera arxası. Heç nə, çox şey. Telefon qırıldı Yusuf. Hər onu çəkirəm ki, hər an bir vlog olsun yəni. Biraz uzun olsun vlog ona göre. Belə. Deməli dostlar, ani bir qərarla gedirik nudlanmağa. Bunu da vlog. Bunu da vloga qoyacağım çünki biraz uzun olsun. Değil mi? Kənanla gedirik. Önce kombinimizi göstərək. Nasılsın arkadaşlar? Deməli 3 dənə rotunu aldıq, 3 dənə də Aten ayranından aldıq. Bu arada Milla'da hava baxadım. Mən Milla'da içmişəm Atena'da. Amma mən niyəsə Atena'nı daha çox xoşlayıram. Məncə Atena'nın dadı daha qəşəngdir. Demək olar bütün ayranları içmişəm, ayran bağımlısıyam biraz. Amma məncə Atena ən qəşəngidir. Mənim ən favorim odur yəni. Video editləyirdim və gördüm ki, videonun sonunda onu verməmişəm. Sağ olun dostlar, videomu izlədiyiniz üçün təşəkkürlər. Özünüzə yaxşı baxın, sağ olun.